Hamını salamlayıram. Minnətdaram sizə ki, məndən intervyu götürmək istədiniz. Mən səhiyyə təşkilatçısı işləmişəm 40 ildən artıq. Bugün Nafta sanatoriyasında müalicə alıram və çox razıyam. Çox fikirləşirəm ki, nəyə görə Naftalar bu 50-ci, 60-cı illərdən burada Azərbaycanda var. Biz gedib Rusiyada, başqa yerlərdə sanatoriyalara getmişik, müalicə almışıq. Çox gözəldir. İnsanları da qəşəngdir. Müalicəmiz də çox gözəldir. Yəni bu qəstinçanın personalı da çox gözəldilər, insanpərvərdilər. Yəni qulluqları da qəşəngdir. O qədər söz demək olar, intervyuda hamısını deyəməzsən, mən çox razıyam. Və məsləhət görürəm ki, bizim xalqımız bu Naftalandan, Nafta sanatoriyasından istifadə eləsinlər, müalicə alsınlar, sağlamlıqlarını bərpa eləsinlər. Yəni çox qəşəngdir. Hər cür. Müalicə də gözəl qurulub. Yəni ki, xeyri də çoxdur. Mən çox şadam ki, belə bir Azərbaycanda belə bir güşə var, belə bir müalicə ocağı var. Nafta kimi, yəni Naftalan çox xeyirli bir qrязь-лечение ruslar demişkən də, yəni çox gözəl. Baş həkimdən başlayaraq, həkimlər, tibb bacıları, hamısı gülərüz, mehriban, o Naftalanın özünün nə qədər müalicəvi xeyri varsa, onların da o gülərüzlüyünün, insanpərvərliyinin bir o qədər müalicəvi xeyri var. Mən bir həkim kimi, səhiyyə təşkilatçısı kimi həmişə deyirdim ki, dilinizin altına bir balaca qant qoyun ki, şirin dil olun xəstəni müalicə etmək üçün. İndi burada o şeyləri görürəm. Yaxşı, şirin dildilər, mehribandılar, gülərüzdülər. Bundan artıq nə lazımdır ki insana? Həm müalicə alırsan, həm mehriban qarşılanırsan. Hər kəsə məsləhət bilirəm, Nafta sanatoriyasında gəlsinlər, istirahət eləsinlər, müalicə olunsunlar, sağlamlıqlarını bərpa eləsinlər. Nəinki məsləhət görürəm, mən olacam agitator. Bütün dostlara, tanışlara, qohumlara danışacağım bunu. Yəni ki, deyəcəm ancaq Azərbaycan, Naftalan şəhəri, Nafta sanatoriyası və başqaları xaricə də lazım deyil. İnanın, ürəkdən deyirəm, mən Karnavarada olmuşam. Bura oradan qat-qat yaxşıdır. Ona görə yox ki, bizim özümüzünkidir. Ona görə ki, doğrudan da yaxşıdır. Həm ona görə də bizim özümüzünkidir, gələ onu da düz deyəsən, adamı sevindirir də, elə deyil, bizimkidir də. Qıraqdan, qonşudan almamışıq ki, Azərbaycanındır. Sevindirir.